təsviri düz xəttli bərabər şərtli hərəkət haqqında danışdım. Yəni yarısına qədər danışdıq, amma yer dəyişməni bitirdim, yolu bitirdim. Orada saxladım. Yer dəyişmə yolu arasında hətta bunu yer dəyişmə yolu qatışlarında falan olur. O dərsə baxandan sonra əminəm ki, qatışlar olmayacaq və bu dərs o dərsin davamıdır. Yəni biləcəyiniz kimi o dərsə baxmalısınız. Amma baxmasanız belə məncə keçə bilərsiniz bu dərsi. Yəni bu dərsdə danışacağım əsasən düz xəttə bərabər sürətli hərəkətdən. Amma onu keçməmişdən əvvəl ümumiyyətlə sürətin nə olduğunu bilməliyik. Sürətin yer dəyişmənin olduğunu da bildik, amma indi burada sürətin nə olduğunu bilmək üçün zamanın olduğunu bilməliyik. Onun üçün birinci olaraq zamanın nə olduğunu demək istəyirəm. Zaman əslində yəni fizika təxmin bir şeylərdən biridir ki, zamanın yəni mahiyyəti, tərifi elədik fizikada açıqlanır. Amma ki, belə bir şey var ki, zamanın qısacasına nə olduğunu yəni deyə bilərik ki, məsələn, zaman nədir? Hadisənin baş vermə hadisələrdir, belə tərif qoşulurlar. Və zamanı biz təriflə işarə edirik. Niyə təriflə işarə edirik? Bunu da sən demişəm. Time, İngilizcə zaman deməkdir. Bunu silirik. Demək ki, zamanı təriflə işarə edəcəyik və zamanın beynəlxalq sisteminin sahədi nədir? 1 saniyə olmuş olur. Və başqa zaman haqqında bunu demək lazımdır ki, onu nə ilə ölçürük? Saniyə ölçənlə ölçürük. Zaten saniyə nə ilə ölçərsən, saniyə ölçənlə ölçərsən. Zamanın başqa vahidlər məlumu var, dəqiqə var, gün var, saat var. Onlar yəqin çevirməyə bacararsınız. Yəni 1 dəqiqə 60 saniyə falan. Yəni testdə bəzən tələb olunur. Onları çevirərsiniz. İndi sürətə keçək. Sürət dediyim ki, ilk öncə sürətin birinci nə olduğunu çıxardaq. Yəni məntiqi olaraq bilək ki, sürət nədir? Təsəvvür edək ki, sən buradasan. Sən buradasan və buranın koordinatı sıfırdır. Və hərəkət elədin, x istiqamətində hərəkət edin, nəzər alıram. Gəldin bura, buranın da koordinatı 10 metr. Buranın da 0 metr. Gəldin bura. 40-40 əsələm ki, bil ki, nədir? Gələsən, yazdın o. İndi, elə bir şey var ki, bunu sən 10 saniyədə edin. 10 saniyə gedəndən sonra sən gəldin o. Bax. İndi elə bir şey deyə bilərəm mən. Sən 10 saniyə bura gəldin. 10 saniyə 10 metr getdin. Bəs 1 saniyə neçə metr getdin? Qəşəng sual. 10 saniyə o qədər getdin. 1 saniyə nə qədər getdin? Nə tər saxlayacağam? Amma bir dediyi kimi, yəni deyir ki, verirsə, yəni 1 saniyədə birin gedər. 10 saniyədən gedəcək. 1 saniyədə birin gedər. O nə tər tapsan deyil. İndi gördün onu böldün 5-ə 1 aldın. Yəni yazmışsan ki, 1 saniyədə nə qədər? 1 metr gedər. Metr gedər. 1 saniyə nə qədər gedər? 1 metr gedir. İndi başqa bir sual edək. Bu olsa 20 metr. Bəs bunu 1 saniyə nə qədər gedər? 2 metr gedər. Və bunun yukarıda böyle görürəm ki, tapırsınız. Nətər tapırsan belə sual verəndə, deyirsən ki, bunu bölülən bu nə? Bu nətərlərdir sən ona? 10-20 metri, yəni yer dəyişməni, yer dəyişməni, böldün nəyə? Zaman. 10 saniyə. Ümumiyyətlə bunu deyək ki, nədir bu? Yer dəyişmədir 20 metri. Buna görə düzsüz etməyə çalışsam, bura yer dəyişmə yazaram. Bölünsün, bunu da nə yazaram? Zaman yazaram. Və bu bir fiziki kəmiyyətə bərabər olmalıdır. Onda sürət demişik. Sürət V hərfinə işarə edəcəksən. Deyəsin, niyə V? İngiliscə sürətin İngiliscə mənası velocity. Velocity-nin ingilislərini eləyib, tənbəlliyindən hamısını yazmayıb. Bir dənə sadəcə V-ni yazıb ki, mən həmişə V görəndə bilim ki, nədir? Velocity-dir bu. Time-a deyilməndik. İndi burada nə tapdın sən? Əslində sürətin vahidinə baxaq. Məsələn, yer dəyişmə vahidini deyirdim ki, nədir? 1 metrdir. Zamanın vahidini az əvvəl dedim ki, nədir? 1 saniyədir. Bəs bunu ki, təyin edirəm sürətin vahidi. Əslində indi mən düşündüm ki, bunun vahid tapa bilmirəm. Vahid qoşmuyor. Amma özünə vahid yaratmışaq. Deyə bilirsən nətər? Görəsən, yanılır. İndi bunun nə edir? Sıfırlar gedir. Qalır 2. Bu metr getmədi ki, metr qalır burada. Metr bölünsün saniyə. Gördüyünüz kimi, vahid nədir? Məsələn, ədəddən sonra yazılır da, ədəddən sonra biz vahidi yazırıq. Gördüyünüz kimi ədəd var, sonra nə yazmışam? Vahidi yazmışam. Demək, sürətin vahidi nəymiş? Metr bölünsün saniyəymiş, buradan qeyd edeyim. Sürətin vahidi metr bölünsün saniyəymiş. Bunu başqa bir təqdim demək olar. Bilirsiniz ki, bir fiziki kəmiyyətin vahidini tapan da, əslində o düsturdakı bir düstur var da, onun mesela sürətin düsturu budur. O düsturdakı kəmiyyətləri yazıram, o kəmiyyətləri vahidində ayrılıqda tapıram. Yəni, həmişə belə tapacaq biz. Yəni, kəmiyyətlərin vahidində, qüvvənin tapanda belə tapacaq. Bunun vahidi nəymiş? Metr, bununki nəymiş? Saniyə. Demək ki, vahidi nəymiş sürətin? Metr bölünsün saniyə. İndi deyər ki, çox adam deyir ki, yox, sən səhv danışsan. Mən atamın başına gedəndə oraya görəm yazılı kilometr bölünsün saat. Yəni, bu
fizikadakı əsas vahiddir. Yəni fizikada biz metr bölü saniyə işlədirik əsasən. Digər vahidlər varmı? Var. Əvvəldə dediyim kimi zamanın vahidi əslində gün də zamanın vahididir. Amma biz nə edirik? Saniyə olaraq bunu işlədirik. Saniyə deyirik. Var. Vahiddən sonra çox vahid var. Amma indi bunun deyərlərsə mən nə tərk çevrilməz kilometr bölü saata. Çox adam belə əzbərlədiyi ki, uşaqlara 36 kilometr bölünsün saatı metr bölü saniyə isə 10 metr bölü saniyə bərabər. Saniyə bərabər. İndi deyərlər ki, mən 36-nı bildim, həmişə 36 soruşmur axı. Birində gəldi soruşdu, atıram 70 deyil, təbii ki. Sən 36-nı biləndən sonra, məsələn, səndən soruşdu ki, 72 metr bölü saniyə. Nə qədər metr bölü saniyə üzr istəyirəm, kilometr bölüsün saat. Kilometr bölüsün saat. Nə qədər metr bölü saniyədir? Sən deyirsən ki, 36 10-dursa, 72 tənasüb bölü nə eləyir? 20 metr bölü saniyə eləyir. Bunun tənasübünüz yoxsa, tənasübünüzü dəyişdirəcəksiniz. 20 metr bölü saniyə belə tapmaq olar. Bu sadə yoxdur. Çünki kilometr bölü saat çox görəsiniz. Yəni fizikada var. Amma başqa olaraq da mən digərlərini çıxardıram ki, həqiqətən də niyə 36-dır? Yəni və bu çıxarışı biləndən sonra sizə çox nadir suallarda dəqiqə ilə soruşarlar. Yəni yazar ki, məsələn, desimetr bölünsün dəqiqə. Metr deyəsən, onu deyək. Birinci olaraq deyək ki, 1 kilometr bölünsün, 1 metr bölünsün, 1 kilometr bölünsün saat deyək. Saat. Bu nətər çevirirsiniz? Məsələn, 1 kilometr bölünsün saat neçə metrdir? Bunu bilmək istəyirəm. Neçə metr bölünsün saniyə? Bunu bilmək istəyirəm. Kilometr bölünsün saat nədir? Kilometr metrlə ifadə edirəm. Burada kilo söz var. Mən keçən dərsində dedim ki, əslində kilometr deyirik. Burada kilo sözünün latınca mənası min deməkdir. Yəni əslində sən arzında deyirsən ki, 1000 metr. 1000 metr. Sadəcə dediyim kimi, talihsizlikdən bizim xalq elmə biraz uzaq olub. Ona görə də elm adların, Tanrının yaratdığı qanunları onlar öz-özünə çevirirlər. Sadəcə olan budur. Yəni 1000 metr demək. Buraya yazarım 1000 metr. 1000 metr. Kilometrdən canlıqlardan keçdim saata. 1 saat 3600 saniyədir. Yazarım 3600 saniyə. Saniyə. Sonra. Demək 1 kilometr bölüsün saat bu qədərdir. Bunu da tarif ixtisarlarınızı falan apararsınız. 10 bölüsün 36. Nə? Sadə, yəni ixtisarınız var. Desimetr versən eləyəsiniz. Yəni burada məsələn, ola bilər ki, desimetr yazılsın. Ola bilər ki, nə biləm, yazılsın. Desimetr bəli düzeydir, desimetr yazılsın. Burada ola bilər yazılsın, dəqiqə yazılsın. Dəqiqəni saniyə ilə ifadə edəsiniz, bunu ifadə edəsiniz, yazasınız. Ola bilər sizdə kilometrə çevirməyə soruşsun, eyni şey edəsiniz. Yəni əzbərləmək istədiyi ehtiyac yoxdur. Bir eləyək, həm də riyaziyyatınızı güzəldə bilərsiniz. O da bir daşdan iki qaş vurma, yeni bir kəlam. Sürət haqqında bir də bunu deyim ki, sürət vektorial bir cəmiyyətdir. Yəni, var skalyar bir cəmiyyət, vektorial bir cəmiyyət var. Sürətlə vektorial cəmiyyətlərin başına biz əsasən bunu yazırıq. Bu nə deməkdir? Bunu qısa şəkildə demək istəyirəm. Düzdür, keçən dəfə dedim ki, nə oturmayım, vektorlara gəlmədə izah edəcəm. Amma indi gəlmədə ətələmək mən də belə tənbələm. Çünki video uzun olmasın, əslində tənbəllik deyil. Skalyar, vektorlar falan, o haqda ayrıca geniş bir video çəkərəm, 30 dəqiqəlik falan filan. Get baxarsınız. Sürət vektorial cəmiyyətlərin başına deyildən işarə yazılır. Deyirlər, sən bunu niyə yazdın? O kütlənin də fərqi var bunun və yaxud zamanla da fərqi var. Belə bir şey deyim ki, bəzi cəmiyyətləri təkcə ədədi qiymətini vermək kifayət deyil. Nətər kifayət deyil? Məsələn, bəzi cəmiyyətə kifayətdir, zamanla atıram, ya kütlə. Deyirsən ki, bunun kütləsi atıram, 3 qram atıram, 10 qram. Bitdi, getdi. 10 qram. Artıq mən bunu fiziki xassasını xarakterizə edə bildim. Amma bir var ki, sürət deyirsən ki, maşın hərəkət edir və onun hərəkət etmə sürəti 30 metr bölüsün saniyədir. Bitməyib. Bəlkə 30 metr bölüsün saniyyə ilə sənin üstünə mi gəlir maşın? Səndən gedirmi, atıram, löfəyə mi deyir, falan filan da. Konkret burada istiqamət vacibdir və ya qüvvə. İndi gələcək keçəsiniz, first F hərfindən inşaat olunur. Belədir ki, qüvvə. Döyüb gəlmişsiniz, siz döyüblər, əməllə var. Deyirlər ki, sən haran olmalıqlar, aparlar həkimə də sən konkret olaraq. Haran olsa deyildi zərbə. Başından da deyilsə, gedirsən, təsir və qüvvə bilmək lazımdır. Məsələn, atılıq bir şey çıxarırsan, adam elə gəldi. Nəsə bilə ki, sən bir 500 newtonluq döyüb. 500 newtonluq sən vuruq var. Hər hansı xəsarət almışsan da. Gəlsin, indi sənə formalda hakim ödə təbii ki. 500 newton qüvvə almışsan sən. Sənə hansı həkim aparırlar? Başından vurublarsa, baş həkim aparırlar, nə bilim, qıçana vurublarsa, qıç həkim aparırlar. Bunun nədir demək ki, vektorial kəmiyyətdir qüvvə. Yəni, vektorial kəmiyyətlərin əsas mənası budur ki, ədəd qiymət kifayət eləmir. Yəni, təkcə sən vurub var, düzdür, sənə həkim aparmalıdırlar. Amma təkcə bitmir.
Sən yəni istiqamət dönərində görüm sən haradan vurub var, o hərəkət aparsınlar. Ona görə də vektoral kəmiyyətlərlə skalar kəmiyyətlər arasında belə bir fərq var. Hə, indi gəlib bir şey deyək ki, dediyim kimi sürət nədir? Vektoral bir kəmiyyətdir və onun nəyi var? İstiqaməti var, həm də ədədi qiyməti var. İndi belə bir şey var ki, mən hərəkətləri öyrənmək istəyirəm. Gündən sonra kilometrdə mən nə edəcəm? Hərəkəti öyrənməyə çalışacağım. Hərəkəti öyrənmək istəyirəm və ən sadə hərəkət öyrənmək üçün hərəkət xarakterizə nə deməkdir? Sürətdir. Yəni sən sürətin olmalıdır ki, bunun sürəti olmasa belə qalarsa olsa qədər. Sürəti var ki, yeni hərəkət edir. Yəni indi ən sadə hərəkət intihar olanlar. Ən sadə hərəkət düzdür, sürətli olur da, bunu hərəkət saymaq da. Mənim ən sadə hərəkətim bu ola bilər ki, sürətimin istiqamət dəyişməsi, yəni istiqamət dəyişsə daha çox hərəkət belə qatışıq bir vəziyyət alır da, xaotik bir vəziyyət alır. Bir də var qiymətin dəyişməsi. Yəni istəyirəm ki, qiymətin dəyişməsində həm istiqamət dəyişməsi, həm də qiymət dəyişməsi. Qiymət dəyişsə də biraz nəqd olmasa xaotiklik yaranır. Məsələn, gələ belə gedir. Mən konkret onu hərəkət xarakterizə edə bilmirəm ki, 5 saniyə sonra burada olacaq. Onu deyə bilmirəm. Çünki qəfildən 5-ə möhkəm yad ki, işte bu. Ona görə mən deyirəm ki, sadəliyin əlinə gəl bir şey olsun ki, bu da sabit olsun. Bu da sabit olsun. Eğer bu ikisi sabitdirsə, onda sürət V bərabərdir sabit, İngilizcə constant adlanır. Ona görə biz də constant yazırıq. Constant yazılır İngilizcə, biz constant yazıb bitiririk. Gəl ki, constant da qısaltmışıq. Yəni konstant şəkildə yazırıq və nə deməkdir? Bunun mənası nə deməkdir? Yəni ən sadə hərəkətdir. Cisim A nöqtəsindən B nöqtəsinə gəlibsə, bu AB trayektoriyası düz xətt olmalıdır, birinci qanun. İkinci qanun olaraq da bu bərabər zamanında bərabər yollar gətirməlidir. Dərsində təxminən 1 saniyədə 5 metr getsə, 1 saniyədə 5 metr getsə, 2-ci saniyədə getməlidir, 5 metr getməlidir. 3-cü saniyədə 5 metr, 4-də 5 metr, 5-də 5 metr, 6-da 5 metr, sonsuza qədər. 5 metr getməlidir dostum. Dəyişməli deyil də, buna da zaman intervallardır. Bu şəkildə. Yəni, burada sürət sabitdir, bunu göstərə bilərəm ki, həqiqətən sürət sabitdir. Niyə? Gəl bu saniyə üzərində baxaq görə sürətin nədir? Sürətin nəyə bərabərdir? Gedilən yolun yolu 5-i, bölənə niyə? S bölünsün T-dir, deyil mi? Bölən 1-ə. 5 aldığımız alır. İndi gəl bunu bölün. Yəni, burada öncə nə qədər yol getmiş olur? 10 metr yol gedir də. 2 saniyədə eləyirsə, yazaram 10 bölünsün 2. Bura gəl baxaq. 15 metr yol 3 saniyədə. Yəni, sürətim sabitdir konkret. Yəni, hamısını yoxlaya bilərsiniz. Sürətiniz nədir? Sizin ədədi qiyməti sabitdir, istiqamət də sabitdir. Yəni, bu oldu və düz xəttli, bərabər sürətli hərəkətimiz olmuş oldu. Sürətin də bu hərəkət üçün fərqli düstur olacaq. Amma bizim bu hərəkətimiz üçün sürətimizin düsturu V bərabərdir S bölünsün T. Proyeksiyonu yazsam, çünki təkcə x ox üzərində baxdığında gördüyünüz kimi x ox yazılır. Sx bərabərdir Vx bölünsün T. Sx, Vx nə deməkdir? Təkcə mən bir sağa sola gedirəm. Yuxarıya getməyimi nəzərə almıram. Yuxarı getsəm V40, Sx V40 deyirəm ona. Amma indi Vx bu deməkdir ki, mən sürətim bu istiqamətdədir sadəcə. Yəni, üfüqü istiqamətdə sürətə baxan Sx-da bunu deyir. Yəni, Vx yönündə qəribə şey əlləməyəm. Sağa sola gedirəm. Belə. Biraz düstur qurcalamaq istəyirəm. Və düsturlar qurcaladıqdan sonra çox sadə düstura yazılır deyə. Çox sadə düstura yazılandan sonra artıq qrafiklər keçəcək. Ən önəmli çətin seçilən yer buradır. Görmüşəm də valla, mən də yaşamışım, görmüşəm, götürmüşəm. Ən çətin seçilənlər uşaqların seçilənləri bu qrafiklərdir. Bu qrafiklərdəki bilmək üçün zaten düstur bilmək lazımdır. Riyaziyyat bilgisiniz varsa, yəni istəyirsiniz ki, belə də öyrədik ki, belə idi zaten. Sadəcə biləklərdə sizə fərqli stildə öyrədiblər, sizə əzbər etməyə yönəlimdir təhsil stilində öyrədiblər deyə sizə əzbər etməyə çalışmışsınız. Amma indi mən göstərəcəm ki, həqiqətən əzbərləməsi bir şey yoxdur. İlk öndə deyək ki, az əvvəl yazdığım düstur Vx nəyə bərabərdir? Sx bölünsün T. Mən Sx keçən dəfə gedərsiz demişəm ki, nəyə bərabərdir? X çıxılsın X0. Keçən dəfə gedərsiz demişəm, amma bu dəfə yenə demək istəyirəm. Təsəvvür edin ki, biz dedik ki, yəni sadəcə sağa sola baxıram. Bu nədir? Yolumdur mən. Yəni, x istiqamətinin yolumdur. Mən A nöqtəsindən deyək x0 nöqtəsindən getmişəm x nöqtəsinə. Bu istiqamətə hərəkət etmişəm maşınla. Mən yer dəyişimi nə qədər olur? Yəni, buna yer dəyişimi dediyində bura nəzərdə tutulur, mən deyim.
Son çıxılsın başlanğıc. Yəni yer dəyişməm x bərabər olmuş olur nə? 2x son çıxılsın başlanğıc. Yəni bura belə şəkildə tapılır. Yəni bu uşaq oyuncağı bilindik bir şey. Gətirib bunu burada yazsam nə olar? Olar vx bərabərdir. S(x)in yerinə yazırıq. X çıxsın x0. X çıxılsın x0 bölünsün t. Burada qrup açıram. Vx t bərabərdir. X çıxılsın x0 və x də bərabərdir x0 üstə gəl vx t. Baxın, bu düstur çox önəmli bir düsturdur. Çox önəmli bir düsturdur. Bu düstur oldu ki, düz xəttə bərabər şərtdə hərəkəti koordinatın tənliyidir. Yəni bu o deməkdir ki, biz hədəfimiz nə idi bizim ümumiyyətcə kilometrdə? Cismin konkret olaraq müəyyən bir zaman sonra harda olduğunu tapmaq. Bax bu düstur düz xəttə bərabər sürətdə hərəkət üçün. Dəyişən sürətdə getmir, abi getmir o. Bərabər sürətdə hərəkət üçün nə edir? Koordinatın qiymətindir. Yəni sən konkret olaraq müəyyən zaman sonra harda olacağını deyir. Amma bu düstur oldu və çox işlənən düsturdur. Ümumiyyətlə bu düstur işlənən düsturdur. Mən bu düstur işlənən düstur, işlədəsiz bir hərəkətdə. Hətta buradan düzdür, bunu yazmaqda utanç vericidir. Amma yazaram ki, SX bərabərdir nə? VX deyir. Bu düsturun həm də düsturdur. Yəni hamısı eyni düsturun fərqli formatlarıdır. Birini öyrənsəniz, digərlərini də öyrənməyə asan olacaq. Bu düsturun evimizdə bir nəfər deməlidir. Bir dənə nümunə yazdım. Sən deyir ki, sənin başlanğıcın olsun, atıram 10 metr. 10 metr başlanğıcından getmişsən. Məsələn, sürəti. Bərabərdir 5 metr bölünsün saniyə. Yəni sən hər saniyə nə qədər getsən 5 metr yer dəyişimi edirsən. 5 metr bölünsün saniyə. Və səndən də soruşulur ki, atıram 12 saniyə sonra sən haradasan? Haradasan sən 12 saniyə sonra? Bu düsturları ispat edə bilərsən. Son koordinatın bərabər başlanğıc koordinatı, üstə gəl, sürətin vurulsun 12 saniyə. Bunu buranın yerinə 60, 60-ın yanında x bərabərdir 70. Yəni burada göstərəcək mənim başlanğıc koordinatım nə idi? 10 metr idi. Demək ki, aradan 12 saniyə keçəndən sonra, əgər mənim sürətim budursa, 12 saniyə keçəndən sonra mənim koordinatım olur 70 metr. Demək 70 metrdə iş. Yəni bu düstur o iş gəlir. Və bu düsturun tətbiqini çox görəsiniz. Bəli, biraz ayrıntıya fikir verdim, məndən çıxmıyor şəriyyətən. Ayrıntıya, amma mənim başına fikir verdim, mən başını təkrar belə rəhlədim. Və indi burada əsas şey qrafik baxmaqdır. İlk öncə yazma adımladım bura. Amma bilirsiniz ki, x oxunun əksin istiqamətdir. Burada x oxunu çəkin, bunu deyək. X oxunun əksinə. X oxu istiqamətində hərəkət. X oxu istiqamətində desin, hərəkət edir. Və barəsində nəyə var? Sürəti var, bunda sürəti olsun, Vx deyək, bunda sürəti. İndi ilk öncə belə bir şey baxacaq. Mənim burada sürətim müsbət deyil, burada sürətim mənfidir. Deyirlər, canım, sən imançısan, sürətlər mənfi ola bilər. Ümumiyyətlə, mənfi sürət nə deməkdir? Məsələn, bunu deyim ki, mənfi sadəcə işarən bildirir ki, əks istiqamət hərəkət edir. Məsələn, və bunun bilməyəndə yolu var. Çünki vektordur. Biz keçənliklə danışıq ki, vektorun qiymətlər tapılır. Yəni, ümumiyyətlə, uzunluğun daha doğrusu proyeksiyon tapılır. Proyeksiyon tapmaq üçün son çıxılsın başlanğıc eləməliyik. Azərbaycan yer dəyişmə dilləri. Son çıxılsın başlanğıc, x çıxın, x çıxır. Və buradan çıxan da sondan görürəm, son məsələn, atıram, gəl düşür, atıram düşür 2-yə. Başlanğıca düşür 5-ə atıram. 2-dən 5-də sana nə qalır? Mənfi 3. Gördüyünüz kimi, yer dəyişmə belədirsə, zaman da belə olacaq da yəni. Gördüyünüz kimi, işarə fərqi, mənfinin sürətin mənfi olduğunu göstərir. Bu isə sürətin müsbət olduğunu göstərir. Bu nə deməkdir? Məsələn, atıram burada sürətin verisi olsun, Vx-in bərabər olsun, mənfi 2 metr bölünsün saniyə. Bu da olsun, V bərabər olsun, 2 metr bölünsün saniyə sayılır. Əslində ikisinin sürəti eynidir desən, yəni hamısı sürəti arasındadır. Əksində ikisi də eynidir. Hər ikisi 1 metrə, 1 saniyədə 2 metr gedir. Yəni sürətin mahiyyəti budur. Sürətin tərifi nə idi? Vahid zamanda yer dəyişmək. Yəni 1 saniyədə desən nə qədər yer dəyişir? Hər ikisi 1 saniyə eyni qədər yerini dəyişirlər. Bu da üçün mənfi işarə var, nə var? Nə işi var? Mənfi işarə sadəcə budur ki, sən bura gedirdin, amma bura getməyəsən, bura gedirsən. Mənfi olsun. Yəni işarənin əksi olur. Yəni x oxunun əksinə getsə, mənfi sadəcə budur. Yoxsa məsələn, indi deyə bilərsiniz ki, onda belə sən deyilən belə çıxır ki, mənfi 5 metr bölünsün saniyə, müsbət 2 bölünsün saniyədən böyükdür. Deyərəm, hə, böyükdür.
Bu sadəcə göstərir ki, sən bu istiqamətdə hərəkət edirsən. Amma sürətin 5 metr bölü saniyədir. Yəni 1 saniyədə 5 metr gedirsən. Belədir. Amma bu istiqamətə gedir. Bu istiqamətə gedir. Amma sürətin nədir? 2 metr bölü saniyədə daha azdır. Sadəcə nə edir? Bir bu istiqamətə gedir, bir bu istiqamətə gedir. Mənfi vektor adı nəyə bildirmiş oldu? İşarə bildirmiş oldu. Bu qədər. İndi gəldik nəyə? Yazmağa, qrafik qurmağa. Qrafikimizi seçək. Birinci qrafikimiz V-nin T-dən asılıdır qrafik. V-nin T-dən asılı qrafik. Zamanın asılı qrafik. Birinci qrafik çəkəcəm, sonra qrafik təhlil etməyə başlayacağım. Qrafik belə bir şeydir. Bu nə deməkdir? Nə deməkdir? Gəlin baxaq. O deməkdir ki, qrafikin adı budur ki, sürət zamanı asılı deyil. Deyirlər, nətər asılı olmuyor? Nətər yəni asılı deyil? Rəzətə zəv olunlar, yəni zəvət gücü olunlar, bildir rəzətə gücü olunlar. Deyirlər, budur ki, yəni istənilən zamanında sürət eyni qiymət alır. Məsələn, bura normalda V olmalıdır, hər hansı bir qiymətlə. Amma olsun V olmasın, olsun 2. Yəni bizdəki şərtdə, yəni 2 metr saniyə. İndi 1 saniyə sonra mən sürətim nə qədər olur? 1 saniyə sonra. Sürətim olur 2. Gördüyünüz kimi. 2 saniyə sonra 2. 3 saniyə sonra 2. Dəyişmiş sürətim. 4 saniyə sonra sürətim 2. Əslində funksiyon qrafikdə belə qurulmuş. Yəni mənə az yaxından bundan sonra qrafik quracam. İndi S-in terminasından önce qurbanla qrafik çəkildi. Orada görəsiniz şəkildə funksiyon qrafik əslində belə qurulur. Yəni qiymətlər görülür yerinə. O nöqtələrlə ondan sonra qiymətlər üstə xətt çəkilir. Bu seçəndə görülür ki, 2 sabitdir. Yəni istənilən zaman intervalda sürət sabitdir. Belədir. Zaten bunu qiyaqlarında burada yazdım da, yəni istənilən zaman intervalında sürətin sabit olduğunu qiyaqlarını göstərdim. 5 bölüsün 1, 15 bölüsün 3 falan filan göstərdim burada. İndi burada da əslində eyni şeydir. Bu da nədir? Sürətin zamanın asılını seçəcəm elə. Burada eyni şeydir, amma burada mənfidən başlayacaq. Yəni məntiqlidir. Çünki yəni var bura 0 nöqtəsi, müsbət 2 nöqtəsi, mənfi 2 nöqtəsi və sonsuz nöqtələr var da, bu oxdur da. Yəni bu oxda mənim sürətim 2-də olduğuna görə 2-də mənfi 2-də yazacağam. Deyirsən ki, mənfi 2 nəfər verib özünü götürdü. Mən bunu mənfi götürməliyəm. Mənfi 2 olmasa mənfi 5 olsun, bunu mənfi 5 yazarım. Və yaxud hər hansı bir V qiymət. Mən qiyməti yazıram ki, daha yaxşı qiymətinizə qalsın. Məsələn, burada nə yaza bilərsiniz? Bir dənə qiymət olmalıdır. Yəni V yazılar bura çox adam ki, bilinsin ki, bütün ədədlər aiddir. Bu şəkildə. Yəni isə biraz qarşıtdan qoyalım. Birinci laf deyim ki, S nəyə bərabərdir? Düsturun yazısınız, amma düsturun həllinə sayırsınız. S bərabərlidir. Sx bərabərlidir. Vx-dir. Qiyməti yerinə qoysun, qrafik çəkmək üçün edirəm. Sizə qrafik qutalar düşəndə zaten qrafik götürüb əzbəri istəyək yaza bilərsiniz. Əslində mən əzbəri bildim. İstəyirəm ki, bir dəfə görün, artıq bilin. Sürətin qiymətini yerinə yazıram. 2 idi məndə. 2T. İndi də sayılır, bunu yazdım. Deyirəm ki, indi bunu bax. S-in T-dən asıllıq qrafikini çəkərəm. İndi zaman yerinə qiymətlər qoyuram. Zaman yerinə 0 qoyuram, 0 alır. Zaman yerinə 1 qoyuram, 1 qoyuram. Görürəm ki, nə alır? 2 alır. Həqiqətən 1 qoysam, S nəyə bərabər olmuş? 2 olur. Zaman yerinə 2 qoysam, burada proyeksiyalar var. 2 qoysam, 4 alır. 4 gördüyünüz kimi 4 alır. 3 qoysam, nə almış alır? 6 almış olur. 4 qoysam, 8 almış olur və belə davam edir. Funksiyon qrafiki nədir? Nöqtələri sonra birləşdirmə hazırlayır. Nöqtələri birləşdirəndə mən bir şey aldım. Görürüm ki, düz sadəcə bir xət. Bu istiqamətdə Hitlerlər bir kağıtda qalır bilir. Bir belə xət alır. Bu nədir? Düz mütənasiblik xətidir. Yəni ST-dən düz mütənasib asılıdır. Həqiqətən də zaman artdıqca düz mütənasib nə deməkdir? Bir kəmiyyət məsələn, o birisi kəmiyyətin düz mütənasib asılıdırsa, yəni biri artanda o birisi də artmalıdır. Yəni həqiqətən zaman artdıqca sürət də artır. Məsələn, bunu deyə bilərsən ki, mən kobud bir misal göstərəm, göstərmirəm ki, kobud misal da məndən çıxır. Deyirəm ki, təsəvvür edək ki, daxalda bir dənə toyuq var, bir dənə yumurtlayır. Bir dənə toyuq var, gündə bir dənə yumurtlayır. Toyuğun sayı yumurtladığı sayla düz mütənasib asılıdır. Deyə bilərsən, nətər deyərəm, gətir orada 3 dənə toyuq qoy, gündə 3 dənə yumurta götürəsin. 10 toyuq qoy, gündə 10 yumurta götürəsin. Yəni nətər, düz mütənasib budur. Bu da onun kimi. Zaman yenə 1 qramda 2 alasın. 2 qramda 4 alasın. Getsə artıq şey deyən qiymət alasın və bu xəttə birləşdirəndə düz mütənasib qalır. Ona görə ST-dən tərasılıdır, düz mütənasibləşdirmə aslında və eyni şəkildə burada da eynisidir. Sadəcə burada nə olmuş olur? Özün təxminləriniz aşağı istiqamət olmuş olur. Burada da Sx-in T-dən asılı qrafikinə baxırıq. Burada da yəni tənlik desəm ki, tənlik yazaram. Sx bərabərdir, V T idi, V-nin yerinə -2-dir, -2 T olmuş olur. Və məsələn, 1 qoysam nə alınır?
1 qoysam nə alaram? Alıram -2. 2 qoysam alıram -4. 3 qoysam alıram -9. Yəni hamısı -9 və bunları da birləşdirsəm həmişə birləşdirməyəsiniz. Siz xatırladığınız həmişə nətərdə düzün tanasıdır. Amma burada düzün tanası, yenə düzün tanasıdır. Sadəcə nədir sürətli işarəsi mənfidir deyə burada müəyyən şeylər alınır. Yəni qrafik bu şəkildə. Ondan sonra bir də gəldik, bir də son olaraq koordinatlı qrafik. Koordinat da saxlasın. Burada da seçəcəyik. Koordinat zamanından necə asılıdır. Baxın, əslində belə bir şey deyil. Koordinat və yerləşmə həmən eyni şeydir. Həmən. Sadəcə koordinat odur ki, onun başlanğıcını göstərir ki, buradan başlayır. Yerdəyişmə də maraqlı deyil. Konkret olaraq hardan başlamışsın, hardan sonra. Yəni o bizə nə maraqlıdır mənə. Nə qədər yerini dəyişdir, o maraqlıdır. Amma koordinat başlanğıcı nəzərə almalıdır və həmin başlanğıc nöqtələrdən ifadə olur. Məsələn, deyək. Arabacıqın əvvəllər koordinatı maraqlandırmır da mənə. Amma koordinatını yazalım ki, buradan başlayır. Nə? X0 deyirəm ona. Başlanğıc qiyməti. Və düstur yazsam, nətər yazmış olaram? Düstur yazmış olsam, yazalım x bərabərdir. X0 üstə gəl Vx t. Bu şəkildə. İndi Vx buradan yazması çalışsam, görürüz ki, bu nədir? Budur. Yəni, qrafik çəksən, o olmuş olur. Və bu nədir? Sadəcə onun hardan başlandığıdır. Bu nətər deyə bilərik? Məsələn, gəl indi yazaq. Yəni, belə çoxda da deməyək, yazaq. Yazıram ki, x bərabərdir, x0, üstə gəl, bunu yazıram, 2t. Həqiqətən yenə qiymət qoyuram. 0 qoyanla nə alır? 0 qoyanla x nə alır? x0 alır. x0 da buralardan altı 0 nöqtədir. Yəni, x0 olsun burada. Ya da ki, x0 qiymət qoyun, olsun 5. 5-dən başlayırsınız. 5 metrdən saniyəyə başlayın. Alırım 5. Ondan sonra 1 qoysam nə alırım? 1 qoysam alıram 2. Yəni 7 olur burada. 7 alıram daha doğrusu. Yəni 1 qoysam alıram 7. 1 qoysam. 2 qoysam nə alıram? 2 qoysam alıram 4. Yəni o gəndə 9. Belə davam edəcək. Gördüyünüz kimi düz mütəmsil. Sadəcə başlanğıc qiyməti. Yəni belə də tərif edirlər ki, buna. Koordinatlı qrafiki, yerdəyişmən grafikinin sürüşməsidir. Bu istiqamətdə də sürüşməsidir. Qaldır simvolunu yenilsən aşağı. Sadəcə bu. Başqa məsələn, başlanğıc sürətimiz 0 da ola bilər. Başlanğıc yerdəyişmə, yəni başlanğıc koordinatı 0 da ola bilər. Orada nə olur? Belə bir qrafik olur. Başlanğıc koordinatı -1 ədəd ola bilər. -17 ədəd. -17 metrdən başlamışıq. Bu şəkildə. Eynisi bu. Eynisi. Yəni dəyişən bir şey yoxdur. Sadəcə bunu qrafikdən sürüşdürürəm. Gördüyünüz kimi belə nə edir? Sürüşür. Bu olur. Məsələn, atıram 5, 0, -2. Bu şəkildə. Koordinat haqqında bu qədər. Dərsimizdə sizin istəyirəm burada bitsin. Nümunələr yazmaq istəyirəm. Ümumiyyətcə, düz xətt hərəkətdən də düz xətt hərəkət haqqında ümumi nümunələr yazaram. O nümunələrdə aydınlaşsa,